Son dövrdə Azərbaycan tarixinin və digər dövrlərlə bağlı kimlərsə təşəbbüs edirlər, film çəkmək istəyirlər. Film bu günləri istənilən tarix hadisələrin, tarixi dövrün təbliği baxımından çox əhəmiyyətlidir və dünya praktikasında, xüsusilə Türkiyədə bundan geniş istifadə olunur. Tarixi populyar şəkildə anın içərisində, bir anın içərisində böyük izdihama, milyonlarla insana çatdırırlar. Azərbaycanda bu praktika yox dərəcəsindədir. İndi nəsə cəhdlər edirlər. Və son dövrdə məlumatlar çıxır ki, falan məsələlərlə bağlı filmlər çəkilir. Nadir Şahın dövrü ilə bağlı bir fragment gördük, orada tamamilə təhrif olunmuş bir yanaşmadır. Atropaten adında deyirlər, film çəkmək istəyirlər. Tamamilə yanlış bir mövqedir. Atropaten adında dövlət olmayıbdır. Bu ad dilimizlə yatışmır buna. Heç bir mənbədə bu dövlətin adı yoxdur, bir dənə Strabondan başqa. Strabon Azərbaycan tarixini saxtalaşdıran, yalanları ortaya qoyan, həm Albaniya deyilən bir adı ortaya atmışdı, həm Atropaten adı bu. Onunla eyni dövrdə yaşayan alimlərin heç birində, nə Karisvendə, nə Aristobulda, nə Arriyanda, nə Pompey Turokda, nə başqa birisində, heç birində onunla təxminən biraz əvvəl, biraz sonra yaşayan tarixçilərin, xronoqrafların, səlnaməçilərin heç birindən Atropaten sözü yoxdur. Strabon onu attı ortaya. Güya ki 300 il sonra özdə, Atropatın yaşadığı dövrdə 300 il sonra atdı ortaya ki, güya həmin dövrdə o hökmdar adını ölkəni adlandırdı. Belə bir məntiq ola bilməz. Bu ölkənin adı həmişə Azərbaycan, Azərbaycan olubdu bu dövlət. Və onun da bu dövrdə, yəni eradan əvvəl 4-cü əsrdən başlayaraq Azərbaycan formasından istifadə olunmalı. Bu bizim tariximiz, bu bizim adımızdır. Ona görə süni şəkildə Atropaten adını bizə yapışdırmasınlar. Məsələnin mahiyyəti bundan ibarətdir. Atropat adında, Atropat da yox, Atropat şərq mənbələrində. Hökmdar həmin dövrdə olubdur və bu dövləti Azərbaycan dövlətini Atropat və onun sülaləsi idarə edibdir. Bu aydın bir məsələdir. Amma burada o dövlətin adını, Atropatın adını adlandırmaq heç bir reallığa uyğun gəlmir. Bu məsələni diqqətlə hər kəs saxlamalıdır. İstər kimsə nəsə yazırsa, hansısa film çəkilirsə, bu məsələ üzərində ciddi dayanmalıdırlar. Həmin dövrdə bizim dövlətimizin adı Azərbaycanıdır. Yəni az sonra isə Azərbaycana çevirir. Həmin dövrə yaxın hadisələrlə bağlı artıq qərb mənbələrdə o dövr hadisələrlə bağlı, biraz sonraki 3-cü əsr hadisələrlə bağlı, məsəl üçün məşhur Yunan, Bizans tarixçisi Simokat da Azərbaycan ifadəsini işlədi. Birazdan sonra ərəb müəllifləri bu dövrlə bağlı hadisələri Azərbaycan adı ilə təqdim edirlər. Azərbaycan və Azərbaycan adının kökü çox Atropatdan qabaqlara gedir. Atropaten adından, süni yalançı addan. Bunun eradan əvvəl 8-ci, 7-ci əsrə gedir. Bununla bağlı məsələ